Salam əziz izləyicilər. Kağız doğrayan aparatın təmiri. Bu onun çənəsidir. Görürsünüz bu dişləri filanı. Kağızı yuxarıdan salırlar. Bu da aşağıda o kağızı doğruyur. Nazik nazik tökür. Sənədləri məhv eləmək üçün idarə müəssisələrdə lazım olur. Bu xarab olub, təmirə gətiriblər. Dərdi nədir? Və görürsünüz, bax bu dişki var, plastikdəndir. Bax. Görə bilirsinizsə, dişlər sınıb, motor fırlananda bu motorun valıdır. Bax bu. Bu fırlananda bu dişlər ilişir və bu da fırlanır. Amma bu hissədə bax dişlər yeyilib, motor fırlanır, amma bu fırlanmır. Çarxlar fırlanmır. Təbii ki, çənədə qidasız qalır. Fırlanmır deyə kağızı götürüb kəsmir, doğramır. Bu motordur. Və salam göstərdim ki, görəsiz bu aparatın içində nələr var. Sağ olun, sağlıqla qalın.